Değerli izleyiciler, hamı salamlayıram. Budur növbəti gün və növbəti tıraş videomuz. Bugünkü tıraş videonun deməli iştirakçıları olacaqlar. Yoldaşlar, belə göy rəngində çox qəşəng bir porsul fırçası, yəni satılanda mənə bu fırça tubən kimi satıldı, amma çox qəşəngdir, kifayət qədər yumşaqdır. 24 millik, yəni çox qəşəng bir fırçadır Yagi şirkətindən. Davam edirik. Növbəti iştirakçımız olacaq belə bir sabun, Rus istehsalçı, deməli Yuri Eyvazov tərəfindən. Buradan da indi bacardığımız salamları göndəririk. Spasibo большое Yuri za mıla. Deməli sabunun adı Bad Man'dir, yəni pis adam. Sonra nə deyə bilərik? Və bu heyvan piyindəndir. Qoxusu isə spesifikdir, klasik qoxudur. Heç belə hansısa bir parfümü də yada sala bilmirəm ki, bu nəyin qoxusudur. Amma spesifik belə kifayət qədər güclü qoxu var. Və həmin bu deməli sabuna aid olan belə aftershave spirtlidir. Bu da Bad Man adlı. Deməli çox güman ki, bugünkü mövzuya aid olacaq. Burada qoxu demək olar ki, oxşayır, amma o ki, tərkibində alkoqol var, spirt. Biraz onun qarşılığı ilə gəlir qoxusu. Və aftershave krem, Viking adlı belə bir kremdən istifadə edəcək. Rusiya istehsalçı. Deməli, burada kimdə istehsalçı? Müxtəlif dillərdə yazılır. Formulu. O Ruskaya Kosmetika adlı müəssisədir. Ruskaya Kosmetika Viking adlı tıraş sonrası krem. Və əsas səbəbkar heç mən sevmədiyim bir üz qırxandır. Ümumiyyətlə bu Fatip şirkətin heç bir belə deyək üz qırxanlarla mən dil tapa bilməmişəm. O cümlədən bu Fatip Slant. Çox sağ olsun Ceyhun abi, Ceyhun müəllim, ağsaqqalımız. Mən işdə olarkən mən həm o Yagi Avantini, həm də bu deməli Fatipi verdi ki, nümayiş edim bizim bu video roliklərdə. Çox sağ olsun, bir daha Ceyhun abiyə təşəkkürlər böyük. Və davam edirik. Mən tez bir zamanda 3 hissədən ibarətdir. Budur sapı. Oy, burada belə şayba var, itirməyək. İtirdik. Yox. 3 hissəyə bölünür. Tiyə olaraq bizdə bu günləri olacaq feather tiyələri. Keçən dəfə biz bunları istifadə etdik. Hansı üz qırxan idi? Bir sözlə bir dəfə artıq istifadə etmişik. Və bu günlər, Frank Shaving'in üz qırxanın yerləşdirmişdi deyəsən feather tiyələri. 3 hissədən ibarətdir. Budur. Yerləşdiririk. İkinci istifadədir. Mən bir dəfə istifadə etmişəm bu feather tiyələri. Görək neçə dəfə tıraş oluna bilərəm. Və mənim üz üçün, misal üçün 4 dəfə tıraş olundum. 5-cidə artıq bezdim, qoydum, atdım qırağa. Deməli, bu bizdə bu üz qırxan tevari Fatip tərəfindən slant kimi təqdim olunur. Yenə də bu Fatipin, yəni həmişəki bu belə deyək mövzu tiyənin tam ortanı tutmamaq. Hansısa bir tərəfdən çox çıxır, hansısa bir tərəfdən az çıxır. Bir sözlə, yəni bu kimi bir məqam var. Hal-hazırda da onu yaşayırıq burada. Ona görə də onu o qədər qabartmıram bu mövzunu və davam edirik. Mən düşündüm ki, bu sabunu içindən götürüm, qaşıqla yoxsa hələ birbaşa bu qabdan, amma yox, son anda gördüm ki, hələ sonuncu dəfələr də üstündən götürülür bizim qaşığımız. Tez bir zamanda bunu gərək öncədən edərdim, üzürlü sayın. Bir bu qədər sabun götürürəm və yapışdırıram bizim bu Yagi qabının dibinə. Tez bir zamanda. Sabun kifayət qədər bərkdir. Yəni o qədər də yumşaq deyil, amma yumşaqdır ümumilikdə. Sonra nə deyə bilərəm?
spesifik qoxu haqqında dedimsə, yəni ki, belə nəticə bir klasik bir qoxu var. Amma yəni hansısa parfümeriya deyil. Parfümdə falan da mən görməmişəm. Yəni ki, belə bir qoxu yadıma düşmür. Budur, qoyuruq sabunu qırağa, qaşığı da aşağı salırıq və başlayırıq fırça ilə fırçanı sıxıb fırçaya bu sabunu yığmağa cəhd etməyə. Gerək azca da olsa mən öncədən bunu biraz istadardım sabunu. Amma neyək? Görək nə olur. Çalışım indi danışmayayım ki, tez bir zamanda bu deməli köpükləndirilməsini sürətlə baxa biləsiniz. Yəni ki, bütün detallara, mənim danışıqlarıma qulaq asmayasınız o qədər də. Amma neyəyə də başladım danışıram. Bir əhvalat danışım. Deməli, vaxtı ilə bu fırçalar YG-də düşmüşdü 20 manata. Xəbər tez bir zamanda yayıldı. Deməli, mən Nicat abi və deyəsən bizə qoşuldu, Ceyhun abi də qoşuldu. Hərəmizə bu fırçadan götürdük o vaxt. Yəni, qəşəng endirimə düşmüşdü. Belə endirimlər əvvəllər YG-də olurdu, amma indi olmur, çox təəssüflər olsun. Sonuncu dəfə deyəsən maksimum 18% endirim etdi. Əgər səhv etmirəmsə. Budur, qaynar su gəlmir. Niyə? Gözləyək biraz da. Köpük alınmaq üzrədir. Mən vəhşicəsinə təriyirəm həmişə kimi. Çünki studiyada həddindən artıq istidir. Neyse, bu günləri köpük biraz gec əmələ gəldi, üzürlü sayın. Belə edəyəm, mən bu gözləyirəm qaynar su gəlsin və biz bu üzqırxanı həm qaynar suya salaq isinsin, həm də üzümüzü tez bir zamanda yaxalayıb qaydıram. Biraz öncə duş qəbul elədim yoldaşlar. Budur, başlayırıq üzümüzə çəkməyə. Bugünkü köpükdən xoşum gəlmədi yoldaşlar. Bilmədim, fırçaya görədir, yəni fikir verin. Yatıb. Ay, ya suyu çox oldu. Köpük tez bir zamanda yatır. Gerək mən bunu qabından götürərdim. Ben niyə götürmədim? Vay. Əlavə bir dəsmal da götürmüşəm yoldaşlar. Tər falan olanda belə silə bileyim. Ay. Çikilərim də bulaşıb. Üzürlü sayın devam edirik. Hayda. Deyirəm də bu köpük nəticə çox zayıf alınır. Və başlayaq yoldaşlar. Deməli, Fatih plan
Böyümə istiqamətdə 2 günlük saqqal, yəni 48 saatlıq və ikinci istifadədə feather tiyələri. Heç vaxt bu feather deyirəm. Fatih 140-ları anlamamışam ümumiyyətlə. Nə qədər də çalışsam, yəni ki, nəticə bizim dostluğumuz alınmıyor. Gördüyünüz gibi durduğu yerdə çapıq saldı. Amma ümumilikdə yumşaq qırxır. Piccolo'ya nisbətən. Fatih Piccolo'ya nisbətən. Babatkan atmışam. Nəysə kəsib bu orada çıxıntı var, nə var? Qırış deməli. Davam edirik. Sabun heç xoşuma gəlmədi. Ümumiyyətlə öldü, sanki heç bu boyda köpükləndirmə olmayıb burada. Gördünüz nə qədər boş-boş çapıqlar salır. Mən bu dostluğum Fatihlə alınmır yola işte. Burada da birini salır. Burada da birini salır. Amma halbuki çox yumşaq qırxır ha, yəni ki, nə bilim, qırxdığı bir şey də yoxdur. Hələ feather tiyələrdir, yəni ki, nə bilim. Ya, köpük təmiz öldü. Bugünkü tıraş heç zibilə döndü. Məndə burada bir sekund mən bunu yuyum. Məndə burada sabun olmalıdır, Arko sabunu. Görək, Arko özünün vəziyyəti düzəldəcəkmi? Budur. Sensitive skin üçün Arko kremi. Görək nə olur. Birinci istifadədir. Bolcasına sıxdım içinə qabın. İndi üzürlü sayın tez bir zamanda köpük yaradım. Bu sabunu qorumaq zadı yoxdur, yəni ki, o nə deyirlər, o sıxlığı falanı ki, üzümü çapıqlardan qorusun, ona görə çapıqlar əmələ gəlir.
Budur, vəziyyət sanki biraz düzəldi. Görək başımıza nə gəlir. Görün nə günə sağ, qırxdığı heç nə yoxdur ya. Yəni ki, ümumiyyətlə, yəni DFS-dən də beşbətər bir şey. Amma çoxlu çapıq salır. Xoşuma gəlmir tabii. Hətta mənim intonasiyadan da, danışmağımdan da hiss edəcəksiniz. Nə var? Bütün hamısı qan yedir. Razıyam, qanasın, yəni amma effektiv olsun da. Misal üçün qurban verərəm, öz dərimin belə qalınlığı deyək. Bir çoxlu çapıq alaram, amma bilirəm ki, nə isə alındırmışam da. Yəni heç olmasa DFS-dən nə? Burada heç nə yox, nə var? Sanki heç nə qırxmır. Budur, bütöv qan içində, qırxdığı amma heç nə yox. Bilmirəm, bəlkə də bu videonu YouTube-a yerləşdirmədim. Çünki belə bilmirəm, allergiya var bu fatip üz qırxanlara. Mən sanla buraları da pis günə qoyub, vay Allah. Nəysə, yoldaşlar, mən tez bir zamanda üzümü yaxalayıram və qısa bir zamanda qayıdıram yanınıza. Məndir yoldaşlar, bilmirəm bu spirtli aftershave üzümə çəkim yoxsa yox, niyə? Çünki üzümdə bir dənə salamat yer qalmayıb. Mən onu çəksəm, buralar hamısı qanayacaq. Yəni üzüm pis gündədir. Amma nəticə olaraq heç DFS də deyil, yəni ondan da aşağı bir şeydir. Buralar hamısı qalır. Haranı çox belə deyək, bərbad günə salıb buraları. Qırxdığı bir şey yoxdur, amma bütün çapıq-çapıqdır buralar. Burada eyni ilə, bilmirəm, eşidirsiniz ya yox. Buranın yenində yaxçı qırxır. Bilmirəm, fatipi sevmirəm. Yaxçı, görək nə gəlir başımıza. Deməli, bədməyim. Həqiqətən də sanki bilirdim. Sabun seçəndə ki, bunun biraz tıraş məsələsi zəifləyib. Qon rəngindədir. Və dediyim kimi üzümdə salamat yer qalmıyor. Bir çox yerlərdə onu hiss etdim. Və aftershave krem yoldaşlar. Qanıyır, fikir verin.
Biraz gözləyək qurusun. Yoxsa bir dəfəlik. Budur kremimiz. Mənə elə gəlir ki, bu qədər kifayətdir. Bəli, Viking krem çox gözəldir. Qoxusu da belə incə qoxusu var. Buralar hamısı qalıb yoldaşlar. Heç nəyə qırxmayıb. Mən də istəmədim bir pərdə deyim və yaxud hansı bir əlavə hansısa bir hərəkət edim. Heç təzyiq də etmədim, yəni ki. Amma bilmirəm, mənə düşmür. Bu Fatibin heç bir modeli deyim ki, hansısa Fatibdən olan bir üz qırxanı əlimə götürmüşəm, ideal tıraş olunmuşam, öyle şey olmuyor, tarixdə olmuyor. Evet, sanırlar, üzümə baxın, bütün qıpqırmızıdır. Gördünüz mü? Çox pis oldu. Başlayaq yoldaşlar fırçadan. Qayıdaq bizim bu alətlərimizə. Fırçanın performansı pis değildi. Amma hiss olunur ki, o silver tip kimi deyil və daha çox sabını belə deyək, özünə hopturdu, suyu özünə hopturdu və bu Emovi şirkətin belə deyək də müəssisənin sabunları elə də pis olmurlar, sanırlar, özümə baxın, yox. Fırça pis değildi. Son anda gördünüz ki, mən Argo'ya keçəndən sonra kaş mən o spirtli aftershave vurmayaydım. Artıq bütün belə deyək, yaralar qapanmışdı. Mən onları tərsinə hamısını canlandırdım. Budur. Çox pis. Və Yagi Brush performansı pis olmadı. Gördüyünüz kimi Argo kremi ilə yəni özünü ən müsbət tərəfdən göstərdi. Mən tez bir zamanda bu qanımı silim. Mən özümü görəndə narahat hiss edirəm bu vəziyyətdə. Görək. Qanadıqca siləcəyəm, görək nə gəlir başımıza. Və gördüyünüz kimi Argo krem sabunu ilə normal performans göstərdi. Pis də alınmadı, amma artıq mən görürəm qabda ölüb, sabun ölüb. Argo təmiz, sanki bayaq ki o belə deyil, o sıxılıq falan belə üzdə pis deyildi. Yəni ki, belə deyək, köpüğün ömrü çox olmur. Yəni ki, köpüğü yaratdınız, bir dəfə üzünüzə vurdunuz, gərək növbəti belə deyək, pərdə üçün təzdən deməli salamatı üzdə yəni ki köpükləndirəsiniz bu Argo krem sabunu. Qaldı ki bu Emoviyə çox güman ki o da həmçinin belə hər bir pərdədə qabdan götürülməlidir, yəni özündən və üzdə köpükləndirilməlidir. Mən belə hesab edirəm, mən bunun başqa yolunu görmürəm. Növbəti dəfə işdə haçansa buna növbə çatsa biz məhz elə edərik. Sonra yoldaşlar, bu aftershave losyon, bu bədmənə aid olan kifayət qədər spirtlidir və ona görə bütün belə deyək, nə qədər yaralarımız var üzdə, hamısı canlandı. Üstdən krem də sürtəndə biraz da belə deyək, bütün belə çapıqlar canlandı. Hansı ki olmamalı. Nədənsə oldu. Amma neyniyək? Xüsusi dərman falan vurun üzümə ki, çapıqlar sabah ki bu tıraşa gedər sağalsınlar. Ümid edirəm yaxşı olar. Amma kaş mən bu spirtli aftershave və ümumiyyətlə o kremi üzümə vurmayaydım. Soyuq su artıq sıxmışdı bütün yaraları. Belə danışdıq Viking haqqında dedim. Biraz üzümdə olan o yanma hissi, o ki mən deməli istifadə etdim spirtli bu losyonu sakitləşdirdi.
Hal-hazırda yəni ki, belə bir yanma falan heç nə yoxdur, yəni şükür Allaha. Amma heç xoşuma gəlmədi bu nəticə olaraq bu qədər çapığın olunması. Yəni olmamalıdır belə tıraş. Yoldaşlar, təsəvvür edin ki, mən hələ burada saxlamışam o keçən dəfəki belə bir üz qırxanı. Buradadır deyəsən. Hə. Deməli Frank Shaving. Yəni çox yumşaq qırxandır. Hətta təzyiq edirdim və Feather yiyələr birinci istifadədə idi. Nə qədər çapıq saldım? Heç nə qədər. Yəni ki, bu qədər qam falan olmadı. Amma nəticə yenə də bu Fatifdən yaxşı idi yoldaşlar. Mən bu Fatifi bilmirəm vallahi. Bu deyirlər yaxşıdır o yan bu yan, amma subyektiv mənim fikrimdə anti-reklam da etmirəm. Nəticə özünüz gördünüz üzümdə. Yəni bu Frank Shaving yəqin yadınızdadır. Keçən videoda bilmirəm haçan bu video çıxsa işdi. Yəni ki, bu ilə üzümü qırxmışam, Feather'ı birinci dəfədə istifadə edirdim. Həm də demişdim ki, neytraldır, təzyiq də edirdim. Yəni yenə də nəticə indikindən qat-qat yaxşı idi. Amma bu qırxdığı bir şey də yoxdur. Üzümü pis günə salır. Bax, bilirsiniz necə? Əgər yaxın tıraş olsa, deyərəm ki, bu üz qırxan üzümü qırxır. Amma bu qırxdığı bir şey də yox. Nəysə, getdikcə əsəbləşirəm, biraz da mənə elə gəlir ki, bu videonu YouTube'a yerləşdirmək düzgün deyil. Bilmirəm, sona kimi çəkilişi yekunlaşdırım. Fatip oldu, İtaliya brendi, deməli, kifayət qədər belə bir tarixi var, planı var. Dünyada kifayət qədər tanınmış üz qırxandır. Bu, deməli, slant, belə deyək, yaxın keçmişdə buraxılıb. Səhv etmirəmsə 2024-də ya 2023-də çıxıb. Bu deməli slant versiyası Fatipin məhz bu üslubda, amma ümumilikdə belə mən baxıram, deməli tiyənin bir tərəfi, bir kənarı bu hissə bütövlüklə belə deyək biraz qabağa çıxıb, bu tərəf biraz içəridir və əyridir. Düzdür, bunlar hamısı belə əmmalardır. Mən çox vaxt belə şeylərə fikir vermirəm və tıraşda da onu heç fikirləşmirəm ki, yəni belədir, yaxud elədir. Bir çox misal üçün German slant var. Deməli, həm Razarovun, həm Merkur'un. Orada da tiyə misal üçün biraz ola bilsin ki, hansısa film biraz çox çıxsın, biraz az çıxsın. Amma tıraş olaraq adam dincəlir. Həmin o slantla üzünü qırxanda, yəni o qədər rahat qırxır və kifayət qədər də effektivdir. Nəyi mən bu Fatip haqda deyə bilmərəm, ümumiyyətlə. Ümumiyyətlə anlamıram bu üz qırxanı, yəni qırxdığı bir şey yox. Nəysə. Belə Feather tiyələri kifayət qədər, yəni ki, effektiv idilər. Mən heç təsəvvürə gətirə bilmirəm ki, işte Feather olmasın, başqası olsaydı nə günə salardı. Ümumiyyətlə qırxdığı bir şey olmayacaqdı, ancaq çapıqlar olardı. Yenə də Feather nəyisə belə deyək, tıraş etdi. Belə, mənə elə gəlir ki, bütün iştirakçılar haqqında danışdım yoldaşlar. Deməli, fırça idi, sabun idi və deməli vəziyyəti belə köpük tərəfdən yaxşılaşdıran Arko. Arko deməli bu sensitive skin üçün olan mənə nəyi xatırladı? O 90-cı illər idi, 80-ci illər idi. Carro adlı hələ də satışda olur. Bilmədim, Bulqariyanındır, haranındır istehsalı. Carro krem sabunlar var idi. Birə-bir onun qoxusudur, birə-bir. Bəli, birə-bir. Çox xoşuma gəldi, klasik qoxusu var. Belə, yoldaşlar, mənə elə gəlir ki, bütün iştirakçılar haqqında danışdı. Baxmayaraq ki, tıraşımız qanlı oldu, artıq mənə elə gəlir ki, qan dayandı, qan axma. Daşdan soruşacaqsınız, niyə istifadə etmirsən? Nə idi o? Alunit daşları, qan daşı. Qan daşı mənim üzümdə daha da böyük bir allergiya səbəb olur, ona görə istifadə edirəm yoldaşlar. Öncədən sizi qabaqlayıram. Oldu, sağ olun, gələn görüşünə qədər. Sağ olun.